Eğer senin çoxlu borcların varsa və sən daima düşünürsən ki, o borcları qaytarsınlar, sən qıtlıq, qorxu və qurban enerjisindəsən. Daima fikirləşirsən ki, niyə bu insan mənim pulumu qaytarmır? Baxın, mənim öz pulumdur. Niyə mən bunun arxasıca düşməliyəm ki, mənim pulumu qaytarsın? O deməkdir ki, siz qıtlıq, qorxu və qurban enerjisindəsiniz. Bu enerjiden necə çıxmaq lazımdır və o pulları necə özünüzə qaytarmalısınız? Birincisi, siz o insanı narahat edib hər dəfə ondan pulunuzu tələb etməli deyilsiniz. Siz sadəcə onu axına buraxmalısınız. Deməlisiniz ki, mən pulun dalıcan qaçmıram, mən bolluq enerjisindəyim, mənim pulum, mənə aid olan nə varsa özü mənə qayıdacaq. Beləliklə siz öz bloklarınızı azad edirsiniz, düşürsünüz bolluq enerjisinə. Bir də ki, yaxşı olardı ki, ürəyinizdə o insanı buraxardınız, deyərdiniz ki, qoy sənin də işlərin düzəlsin, hər şey səndə də yaxşı olsun, mənim isə pulum mənim öz bolluq enerjimə qayıdacaq. Çünki xoşbəxtlik pulda deyil, xoşbəxtlik bolluq enerjisindədir. Yalnız o vaxtı sizin borclarınız qayıdacaq. Buna əmin olun. Əsas odur ki, siz hansı enerjidəsiniz? Çünki siz qurban enerjisində olanda, daima düşünən, daima narahat olan enerjisində olanda həmən o borclar sizə qayıtmır. Amma siz bacarsanız, bolluq enerjisinə düşsəz, o anda sizin bütün pullarınız sizə mütləq qayıdacaq. Bunu sınayın.